Ölkəmizdə heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində işlər davam etdirilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanıb. Qarşımızda duran hədəflər ondan ibarətdir ki, həm ixrac olunan məhsulların sayının, həm də ixracatın coğrafiyasını genişləndirək və buna görə də ölkə daxilində xəstəlikdən azad zonaların yaradılmasına zərurət yaranmışdır. Və onu da qeyd edək ki, 2024-cü ildə Respublikamız xırdabuynuzlu heyvanların taun xəstəliyindən və yüksək patogen quş qripindən azad ölkə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən təsdiqləndi və bu təşəbbüslər də davam edir. Azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinə yönəldilməklə ilkin mərhələdə peyvəndləmə ilə azad status alınması istiqamətində epizatoloji, diaqnostik, logistik və digər tədbirlər həyata keçiriləcək və bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına müraciət olunacaq. Beynəlxalq tələblərə görə xəstəlikdən azad zonanın sərhədləri ya təbii sərhədlər, məsələn çaylar, dağlar, çətin keçilən yerlər olmaqla, eyni zamanda dövlət sərhədləri də ola bilər və bu nöqteyi nəzərdən biz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri ilə ilkin müzakirə apararaq bu ərazilərin zona kimi formalaşdırılması məqbul hesab edilmişdir. Hazırda prosedurlara başlanmışdır və bunun ilkin şərtlərindən biri ondan ibarətdir ki, həmin zonada saxlanılan heyvandarlıq təsərrüfatları qeydiyyata götürülməlidir. Heyvanlar identikləşdirilərək heyvanların identifikasiyası və qeydiyyatı sistemində uçota alınmalıdır və izlənmə tədbirləri həyata keçirilməlidir. Beynəlxalq ticarət qaydalarına görə heyvanların və heyvan mənşəli məhsulların ixracı ancaq heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən, bu mümkün olmadığı halda isə həmin ölkələrin beynəlxalq tələblərə uyğun standartlar əsasında sağlamlıq statusu tanınmış regionlardan həyata keçirilir. Qeyd olunan heyvan xəstəliklərindən azad status alınması heyvan mənşəli məhsulların ixrac və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.